Müsəlmanlar arasında olan ixtilaflar, problemlər nə üçündür? Əksəriyyəti dünya üçündür. Allah üçün çox azdır, qardaşlar. Allah üçün əgər müsəlmandan küsürsə, o barışır. Uzağı 1 il, 2 il barışır. Allah üçün küsərsə. Dünya üçün küsənlər barışmır, qardaşlar. Bilin. Dünya üçün küsənlər var ha, çox vaxt barışmır. Təcrübə belə göstərir. Amma Allah üçün küsənlər barışırlar. Sən məni Allah üçün tərk etmirsən, müəyyən bir vaxtdan sonra mən anlayacağım, dərk edəcəm, gəlib sənə barışacağım. Amma dünya üçün tərk eləmisənsə məni, vay, 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 vay. Səni ölənə qədər bağışlamayacağım. Hətta şiddətli şəkildə deyirsən ki, 2 əlim axirətdə yaxandadır. Nədir bu kin, küdurət, bu xəbislikdir, əziz qardaşlar, vallahi. Müsəlmanları bağışlamaq lazımdır, müsəlmanları sevmək lazımdır, ixlaslı olmaq lazımdır. Əgər bizlər ixlaslı olarıqsa, bizdən 2 nəfər, 3 nəfər, 4 nəfər axsaqqallar gedib müsəlmanları barışdıra bilər. Biz də barışdırmaq istəmirik. Allah Quran-ı Kərimdə buyurur ki, فَأَصْلِحُ بَيْنَ أَخَوَيْكُمْ Qardaşlarınızın arasını düzəldin. Qardaşlarınızı barışdırın. Onların arasında mehribançılıq yaradın. Bunu etsəniz, bəlkə rəhm olunasınız. Salihlərimiz də, xeyr istəyənlərimiz də müsəlmanları barışdırmaq istəmir. Əksinə. Daha belə deyərlər, odun üstünə benzin tökür. Odun üstünə benzin tökür ki, daha da alışsın, daha da yansın. Elə bir bundan ləzzət alır, keyf alır. Amma bilmir ki, onun etdiyi o həsəd, o paxıllıq onun imanını yiyir.